Formula 1 Avropa Grand Prix'sinin Bakıda keçirilməsi ölkənin imicinə nə gətirdi? Əslində Formula 1 doğrudan da dünyada olimpiyadalardan və futbol üzrə dünya Avropa çempionatlarından sonra çox populyar idman növlərindən biridir və təqribən 500 milyon nəfərə yaxın teleauditoriya malikdir. Və Azərbaycanda da bu tipli yarışların keçirilməsi Azərbaycan hökumətinin düşüncəsi ilə Azərbaycanın daha çox tanıtımına xidmət etməli idi. Amma çox təəssüf ki, Azərbaycanda bir çox məsələlərdə olduğu kimi bu məsələdə də arabanı atın qabağına bağlayırlar. Yəni, əvvəlcə ölkədə turizmin inkişafı üçün, ölkəyə gələn investisiyaların təşviqi üçün bir şərait yaradılmalıdır. Ondan sonra bu tipli yarışlarla bu populyarlaşdırılmalı, ölkə tanıtılmalı və ölkəyə daha çox gəlir gətirmək üçün daha çox turistin cəlb olunmasına çalışılmalıydı. Amma Azərbaycanda bu belə baş vermir. Azərbaycanda turizm üçün, investisiyalar üçün altyapı hazırlanmadan belə çox bahalı yarışların keçirilməsinə çalışılır və bunun nəticəsi olaraq Azərbaycanın imicinin dəyişdirilməsinə düşünür. Amma beynəlxalq mətbuatı da izləyəndə biz görürük ki, ölkənin imici tək idman yarışlarına görə formalaşmır. Ölkənin imici həm investisiya mühitinə görə, insan haqlarına görə, məhkəmə azadlıqlarına görə, bir çox seçkilərə görə, bir çox başqa parametrlərə görə formalaşır. Amma Azərbaycan hökuməti sırf idman yarışları ilə ölkənin imicini formalaşdırmağa çalışır ki, çox zamanda bu ölkənin deyil, hökumətin reklamına xidmət edir. Ona görə də bu nöqteyi nəzərdən bu tipli yarışların keçirilməsinin məntiqi əgər turist qazanmaqdırsa, ölkəni tanıtaraq ölkəyə turist gətirməkdirsə, bunun altyapısı hazırlanmadan bu cür bahalı yarışların keçirilməsinin heç bir məntiqi yoxdur. Doğrudanmı ölkə turist cəlb edildi? Çünki ölkənin rəsmiləri qeyd etdilər ki, çoxminli turistlər ölkəyə gəliblər. Amma o biri tərəfdən də sosial şəbəkələrdə tribunaların boş olmasıyla bağlı fotolar yayılırdı. Yəni, bunun hansı realdır? Əslində, rəsmi rəqəmlər çox güman ki, bu yaxınlarda açıqlanacaq. Bu ay ərzində Azərbaycana nə qədər turist gəldiyi. Amma şəhərdə yaşayan biri kimi, bir şəhər sakini kimi vizual olaraq belə Gürcüstanda, məsələn, Tiflisdə gördüyümüz turist sayı qədər turist görmədik. Çox təəssüf ki. Tribunalara gəldikdə isə rəsmi məlumatlar da yayıldı ki, satılmış 3 milyon manatlıq bilet satılmışdı. Bunun cəmi 30%-ni xarici vətəndaşlar almışdı. 70% biletlər yerli vətəndaşların, Azərbaycan vətəndaşlarının payına düşürdü. Bu da dolayısıyla onu sübut edir ki, turist sayı gözlənilən qədər olmadı. Hətta Avropa oyunlarında da belə biz bunun şahidi olduq. Avropa oyunları keçirilməmişdən öncə Azərbaycan hökuməti tez-tez bəyan edirdi ki, bu yarışların keçirilməsinin əsas məqsədi ölkəyə daha çox turistin cəlb olunmasıdır. Amma rəsmi məlumatlar göstərdi ki, 2015-ci ildə Azərbaycana gələn turist sayı 2014-cü ilə nisbətən 10% azaldı. Deməli, tək bu yarışlarla, bu tipli bahalı yarışlarla ölkəyə turist cəlb eləmək mümkün deyil. Təbii ki, bizim yəni seçim etməyimiz üçün, müqayisə etmək üçün imkanlarımız var. Avropa oyunları və Formula 1 yarışları. Bax, Azərbaycan iqtidarı, Azərbaycan cəmiyyəti ölkəyə turist cəlbi üçün nə etməlidir ilkin öncə, bu yarışlardan öncə belə bahalı və dünya miqyaslı yarışlar keçirilir. Bundan qabaq qanunvericiliyə dəyişiklik edilməlidir. Münasibətlər sistemində hansı yeniliklər gəlməli? Bax, nə edilməlidir? Əslində, hər hansı bir ölkə turizmi inkişaf elətdirirsə, bunun əlifbanın birinci hərfi, A hərfi vizaların ləğvidir. Yəni, dünyanın bütün ölkələri bu yoldan keçib. Bizim də regionda əsas rəqiblərimiz, turizm rəqiblərimiz Gürcüstan və Türkiyədir. Və hər iki ölkənin baxanda görürük ki, 100-dən çox ölkə ilə vizaları ləğv edib. Avropa Birliyi ölkələri ilə, Amerika ilə, Kanada ilə, Çin ilə, Yaponiya ilə, yəni daha çox turist cəlb edə biləcəyi ölkələrlə vizaları ləğv edib. Gürcüstanda bu rəqəm 108-dir. Yəni, bu da çox böyük bir turist axınına sərf olur. Çünki vizaya vaxt itirmək istəmir turist. Əgər turist hər hansı bir ölkəyə gəlmək istəyirsə, daha sərbəst hərəkət etməyi istəyir. Azərbaycan isə MDB məkanından başqa digər ölkələrlə viza sistemini saxlamağa çalışır. Və bunu təhlükəsizlik məsələləri ilə izah etməyə çalışır. Amma burada da məntiqi yoxdur. Çünki həmin bizim torpaqlarımız işğal altındadırsa və uzun müddətdir bu davam edirsə, Gürcüstanda da eyni vəziyyətdir. Gürcüstanın iki bölgəsi işğal altındadır və uzun zamandır ki, daxili münaqişə şəraitində yaşayır. Amma buna baxmayaraq, həm Türkiyə ilə, İranla, qonşu dövlətlərlə, Avropa dövlətləri ilə, dediyim kimi, 108 dövlətlə vizanı ləğv edir. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi,
turisti ən çox cəlb edən məsələlər ölkə daxili maraqlı turist marşrutlarıdır. Çox təəssüf ki, Azərbaycanda maraqlı turist marşrutları yoxdur. Və turist gəldikdə Bakı şəhəri və Abşeron rayonunu cəmi bir gün ərzində baxmalı, görməli yerlərini görüb bitirə bilər. Amma sonra hansı regiona səfər etməsi, hansı gözəl tarixi abidələrin olması və bununla bağlı ciddi marşrutlar seçilməyib. Üçüncü məsələ 21-ci əsrin yeni turist profilidir. Azərbaycan hakimiyyəti çox təəssüf ki, elə düşünür ki, turist qlamur, bahalı, gözəl otellərdə qalmaq istəyir. Bu belə deyil. 21-ci əsrin turist profili bir neçə saat gecə vaxtı dincəlmək üçün, yatmaq üçün bahalı otelləri seçməyi tərcih eləmir. Yəni çox pul xərcləmək istəmir. Azərbaycanda isə son zamanlar ancaq 5 ulduzlu otellərin tikildiyini və çox bahalı olduğunu nəzərə alaraq müasir turist profilinə bu uyğun gəlmir. Məsələn, Gürcüstanda görəndə görürük ki, təqribən 1000-ə yaxın Gürcüstan ərazisində artıq hostellər, 2 və 3 ulduzlu otellər fəaliyyət göstərir. Bakı şəhərində cəmi 2 hostel var və bu da kifayət etmir ümumiyyətlə müasir turist profilinin cəlb olunması üçün ölkəyə. Digər məsələlərdən biri ölkədəki azadlıqların səviyyəsidir. Məsələn, Gürcüstanda hər hansı bir xarici turist Tiflisin özündə harada istəsə musiqi ilə məşğul ola bilər. Deməli, biz özümüz səfərə hazırlaşan kimi hansı ölkəyə gedirik, onun haqqında ilkin informasiyalar var. Azərbaycanla bağlı, Azərbaycanın daxili vəziyyəti ilə bağlı informasiyalar turisti cəlb edicidirmi? Turistə qorxu yaratmır ki, turistin ölkə sevgisini artıra bilirmi? Çox yaxşı sualdır. Çünki hər hansı bir ölkəyə getməmişdən öncə Azərbaycan hökuməti düşünür ki, belə bahalı yarışlarla ölkəni tanıtmaq olar, amma artıq hər hansı bir ölkəni tanımaq üçün internetə çıxışı olmaq kifayətdir. Və axtarış saytlarının hər birində ölkənin adını yazarkən ölkə haqqında kifayət qədər geniş məlumatlar müxtəlif dillərdə, ən çox da ingilis dilində tapmaq mümkündür. Hər hansı bir ölkəyə gəlməmişdən öncə bizim özümüz necə hazırlaşırıqsa, xarici turist Azərbaycana gəlməmişdən öncə ölkə haqqında bir məlumat toplanmaq istəyir. Təəssüf ki, Azərbaycan hökumətinin son illərdə apardığı siyasət nəticəsində Azərbaycan haqqında qat-qat daha çox negativ informasiya dünyada yayılıb, nəinki pozitiv informasiya. Və bu negativ informasiyadan çıxış edərək turist Azərbaycana gəlməkdən çəkinə bilər. Çünki Azərbaycanda insan haqları ilə bağlı, azadlıqların vəziyyəti ilə bağlı, məhkəmə hakimiyyəti ilə bağlı, polisdəki rüşvətlə, korrupsiya ilə bağlı, yəni bir çox hallarla bağlı kifayət qədər çoxlu sayda məlumatlar yayılır beynəlxalq mətbuatda. Bu da turisti çəkindirən amillərdən biridir. Amma qeyd edək ki, son zamanlar sərhəd keçid məntəqələrində insanların saxlanması ilə bağlı da məlumatların sayı çoxalıbdır. Buna necə baxırsınız? Azərbaycan vətəndaşlarından. Bəli, bu çox utandırıcı. Xarici vətəndaşlar. Bəli, Azərbaycana gələn, Azərbaycandan çıxan həm xarici vətəndaşlar, həm yerli vətəndaşlar çox zaman yersiz yoxlamalara məruz qalırlar. Azərbaycanın bir qapalı ölkə olduğu görüntüsü yaranır bununla əlaqəli. Məsələn, Azərbaycandan mən nəyə görə Gürcüstanı tez-tez misal çəkirəm? Çünki bizim rəqibimizdir. Bölgədə bizim turist rəqibimiz məhz Gürcüstandır. 2 dənə negativ hadisə ilə bağlı informasiya yayılır, əlbəttə və bu çox ciddi üçün bəs edir. Tamamilə doğrudur və məsələn sərhəddi keçmə sürəcini də nəzərə alsaq, məsələn Azərbaycan tərəfdən Qırmızı körpüdə sərhəddi keçərkən saatlarla vaxt sərf edirsən, Gürcüstan tərəfdə cəmi 3-5 dəqiqə ərzində həm maşınla, həm piyada siz keçə bilərsiniz Gürcüstan tərəfə. Söhbət bundan gedir ki, işin təşkili o qədər güclü səviyyədə olmalıdır ki, turist biz anlamalıyıq ki, çox rəqabətli bir bazardır turizm bazarı. Sən rəqabətdə öndə olmalısan ki, qonşu ölkələrə gedən turisti cəlb eləyə biləsən. Dəniz turizmində biz heç vaxt Türkiyəyə rəqib ola bilməyəcəyik yaxın zamanlarda. Deməli, burada daha üstün addımlar atılmalıdır. Şəhər və tarixi turizmdə Gürcüstan və dağlıq turizmində Gürcüstan bizə əsas rəqibdir. Biz burada daha irəli addımlar atmalıyıq ki, Gürcüstanı keçə bilək. Təqribən 6 milyon turistin gələcəyi gözlənilir bu il Gürcüstana. Yəni, əhalisindən daha çox turist qəbul edəcək. Bu çox böyük bir iqtisadi gücə gətirib çıxardır. Çünki hər bir turistin ortalama getdiyi ölkədə bir həftə qalırsa, təqribən $1000 xərclədiyi haqqında Beynəlxalq Turizm Agentliyinin bir hesabatı var. Bu da milyardlarla vəsaitin ölkəyə gəlməsi deməkdir. Və bu çox güclü bir iqtisadi əsas yaradır. Bu iqtisadi əsasın yaranması həm tək turizmdə deyil, turizm bir multiplikator effektinə də malikdir. Arxasıca bir çox sahələrin inkişafına səbəb olur. Biz bir qədər uzaqlaşdıq mövzudan. Formula 1 yarışlarından bağlı xərclər, gəlirlər,
bağlı məlumatlar dərc edilibmi? Son zamanlara qədər müxtəlif rəqəmlər səslənilirdi, amma yarışlara bir neçə gün qalmış artıq Gənclər və İdman Nazirliyi tərəfindən, nazirin özü tərəfindən müəyyən rəqəmlər açıqlandı və məlum oldu ki, üzvlük haqqından əlavə 100 milyon manat xərcimiz çıxıb Formula 1-ə. Üzvlük haqqının da təqribən 40-55 milyon dollar arası olduğunu nəzərə alsaq, çünki bu kommersiya sirri kimi saxlanılır və açıqlanmır. Sadəcə Rusiyada 52 milyon olduğunu bilirik, yəni aşağı-yuxarı bu rəqəm civarındadır Azərbaycanın da üzvlük haqqı. Deməli, təqribən 170-180 milyon, 160-170 milyon manata yaxın vəsaitin xərclənməsi ehtimalı var. Və bu xərclər tez-tezdə davamlı şəkildə olacaq. Yəni, biz 5 il bu yarışları keçirəcəyik. 5 il bu yarışların keçirilməsi həm də ona dəlalət eləyir ki, ildən ilə bu xərclərin artması gözlənilir. Daha doğrusu təkrarlanması gözlənilir. Sadəcə indi belə bir tez səsləndirir hökumət nümayəndələri ki, birinci yarışa daha çox vəsait xərcləndi, çünki bəzi materialların alınması lazım idi. İndi isə bunlar saxlanılacaq, gələn il yenidən istifadə olunacaq. Amma yolların yenidən çəkilməsi gündəmdədir. Bu hər il yenilənməlidir. O saxlanılan vəsaitin korlanma və xarab olma ehtimalı var ki, sonradan yenilərinin alınması ehtimalı gündəmə gələcək və saxlanma xərclərinin özü də kifayət qədər yüksək xərclərdir. Yəni, alınan avadanlığın bir il ərzində keyfiyyətli şəkildə saxlanılması üçün, bunun temperatur rejiminə əməl etmək üçün və digər standartları saxlamaq üçün kifayət qədər böyük xərc tələb olunacaq. Bəs Azərbaycan vəziyyətdən çıxış üçün nə etməlidir? Gələn il bu yarışlar yenidən Bakıda keçiriləcəkdir. Bunun üçün Azərbaycan qabaqlayıcı hansı tədbirlər görməlidir ki, ölkə turist cəlb eləsin, xüsusilə də xarici turistlərin cəlbi çoxalsın və ölkə gəlirlə xoşbəxt olsun? Əslində, bir çox addımların atılmasına ehtiyac var. Yəni, hətta bu Formula 1-dən də, Avropa oyunlarından qabaq da bu. Avropa İttifaqı da belə bir təkliflər irəli sürübdür. Gömrük sistemində, vergi sistemində, sərhəd keçid məntəqələrində. Çünki Ümumdünya Ticarət Təşkilatına qəbulla bağlı şərtlər var. Həmin şərtlərə görə, mən bildiyimə görə, təxminən 38-39 qanunvericilik hüquqlarına dəyişikliklər olmalı. Əslində, bu tipli yarışlar tək turist üçün deyil, həm də investor üçündür. Yəni, ölkənin imicinin yaxşı olması ölkəyə investisiya gəlməlidir. Yəni, turist gəldikdə, obrazı desək, 1000 dollara yaxın vəsait xərcləyə bilərsə bir ölkədə, investor gələndə söhbət milyonlardan, hətta 10 milyonlardan gedir. Yəni, ölkənin imici o qədər yüksək səviyyəyə qalxmalıdır ki, tək turist yox, investor da cəlb eləyə bilək. Bunun üçün bir çox qanunvericili aktlar dəyişdirilməlidir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Azərbaycanda məhkəmənin ədalətli olduğu haqqında bir fikir formalaşmalıdır dünyada. Mülkiyyət toxunulmazlığının olması haqqında bir fikir formalaşmalıdır dünyada. Çünki həm investor üçün də, həm də turist üçün bu çox vacib məsələlərdir. Yəni, Azərbaycana gələn hər hansı bir turistin Azərbaycan ədliyyə sistemi ilə problemi olsa və indiki bildiyimiz ədliyyə sistemi buna qarşı hər hansı bir çevik hərəkət etməsə, gələcəkdə bu turistin özünün və ətrafının yenidən ölkəyə gəlməsi müşkül məsələdir. O cümlədən investorlarla bağlı vəziyyət eynidir. Yəni, bugünə qədər Azərbaycanda çox dünyaya yayılmış maraqlı bir faktlar olub. Həm Hüseyn Ərəbulla bağlı, Barmeklə bağlı, həm Paula Pərvizlə bağlı, türk iş adamları ilə bağlı. Tək onu faktı deyim ki, sizə Azərbaycan Interpol xətti ilə iş adamları ən çox axtarışa verən ölkələrdən biridir. Tək elə türk vətəndaşlarının 100-ə yaxın türk vətəndaşı Interpol xətti ilə axtarışa verilib ki, Azərbaycanda bunlar iş adamları idilər, işlə bağlı müəyyən addımlar atırdılar. Bax, bu imic dəyişməlidir, bu gözləntilər dəyişməlidir ki, ölkənin imici yaxşılaşsın və turistik altyapı daha yaxşı hala gəlsin, vizalar ləğv olunsun, ölkə açılsın və azad bir ölkəyə çevrilsin. Amma bundan əvvəl hər halda ictimai-siyasi münasibətlər sistemində liberallaşma mühiti önə gəlməlidir. Çünki ictimai-siyasi münasibətlər sistemində liberallaşma olmadan heç bir beynəlxalq təşkilat, heç bir beynəlxalq hesabat Azərbaycanın xeyrinə dəyişməyəcəkdir. Belə, bax, bunun üçün Azərbaycan ictimai-siyasi münasibətlər sistemində hansı dəyişikliklər etməlidir? Baxın da beynəlxalq mediaya, beynəlxalq hüquq müdafiə təşkilatlarına. Azərbaycanla bağlı hər gün demək olar ki, negativ məlumatlar dünyaya yaymaqdadırlar. Birinci növbədə Azərbaycan siyasi məhbus ayıbından bir dəfəlik qurtarmalıdır. Yəni, tək elə İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı var, Nazirlər Komitəsinin dəfələrlə verdiyi qərar var, amma bu icra olunmur. Bu əslində çox negativ bir mesajdır. Həm investora, həm ölkənin imicinə çox negativ bir mesajdır. İkinci növbədə ölkənin
azad ölkə olması haqqında imicin formalaşması üçün bir normal iqtidar-müxalifət münasibətləri formalaşmalıdır. Normal sivil toplum və media formalaşmalıdır. Hansılar ki, son illər çox böyük baskılara məruz qaldılar. Demək olar ki, sivil toplum da, media da Azərbaycanda tək-tük istisnalar olmaqla demək olar ki, tamamilə nəzarətə götürüldü. Yəni, bütün bu imic dəyişiklikləri baş verməlidir ki, ölkəyə Gürcüstana turist gəlməyinin əsas səbəblərindən biri ölkənin çox pozitiv imicə malik olmasıdır. Diyalog mühiti Və də demokratik bir imicə malik olmasıdır. Bu çox vacibdir. Bizim Azərbaycan hökuməti nədənsə bunu anlamaq istəmir. Elə düşünür ki, çox təmtəraqlı yarışların keçirilməsi və bunun üçün gələn qonaqlara çox gözəl şəraitin yaradılması kifayətdir. Xeyr, bu kifayət deyil. Ölkənin imicinin formalaşması və yaxşılaşması üçün çox böyük addımlar atılmalıdır. İndi Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlar gedir. Mən ümid edirəm ki, bu danışıqlar pozitiv nəticələnəcək və Avropa Birliyinin Azərbaycan hökuməti qarşısında qoyduğu şərtlər, o cümlədən sivil toplumla bağlı, media ilə bağlı, siyasi azadlıqlarla bağlı şərtlər yerinə yetiriləcək. Bunlar olmasa, heç bir turistin Azərbaycana gəlməsi, kifayət qədər böyük sayda gəlməsi xəyal olaraq qalacaq. Çox sağ olun, gəldiyinizə görə təşəkkür edirəm.